Əziz möhtərəm müsəlman qardaşlarım, ilk olaraq özümə və sizə Allahdan qorxmağı tövsiyə edirəm. Biz bilirik ki, Ramazan ayı yaxınlaşır və bizi qabaqda böyük bir ibadət ayı Ramazan ayı gözləyir. Hələ Ramazan ayına 6 ay qalmış, artıq salih insanlar Allaha dua eləyərdilər ki, Allah Taala onları bu aya yetişdirsin. Və bu ay biz bilirik ki, əzəmətli bir aydır və bu ay Allahın 11 aydan fərqləndirdiyi bir aydır. Peyğəmbər sallallahu aleyhi və səlləmin sahabəsi Usame bin Zeyd radiyallahu anhu buyurur ki, dedim, ey Allahın Rəsulu, nəyə görə sən Şaban ayını fərqləndirirsən və bu ayda orucları çoxaldırsan? Peyğəmbər sallallahu aleyhi və səlləm görün nə buyurur? Hədisə diqqətlə fikir verin. Buyurur ki, bu ay Rəcəb ilə Ramazan ayının ortasında olan bir aydır. Və bu ayda əməllər Allah dərgahına qalxır. Və mən də istəyirəm ki, mən oruclu ola mənim əməllərim Allah dərgahına qalxsın. Fikir verirsiniz? Və buyurur ki, bu ayda insanların çoxu bu aydan qafildirlər, qəflətdədirlər. Bu aya bir o qədər diqqət eləmirlər. Çünki Rəcəb ayı əzəmətli aydır və həmçinin əzəmətli aydır. Şaban isə bunların ikisinin arasındadır. Və insanların çoxu da bu aya diqqət eləmirlər. Ona görə də o əməllər ki, insanlar qafil olurlar və sən o əməli eləyirsən, o əməllərdə savab həddindən artıq çoxdur. Nə qədər ki, insanlar qafil olursa və sən əməl eləyirsənsə, o əməldə savab daha çoxdur. Misal üçün, gecə namazı. Biz bilirik ki, gecə namazı müminin şərəfi adlanır. Nəyə görə? Çünki o elə bir namazdır ki, insanların çoxu o namaz vaxtı yatırlar. Ancaq sən isə qalxırsan, Allaha ibadət eləyirsən. İnsanlar qəflətdə olduqda sən qəflətdə olmursan, sən Rəbbivə ibadət eləyirsən. Ona görə də o cürə əməllər daha çox savab gətirir sahibinə. Şaban ayda belədir. İnsanların çoxu bu ayda qafildirlər. Peyğəmbər sallallahu aleyhi ve sellem dediyi kimi. Diqqət eləmirlər. Çünki deyir, qabaqda Ramazan ayı gəlir. Ramazanda bir ay oruç tutacam da. Neynirəm indi Şabanda oruç tutum. Bir o qədər diqqət eləmirlər. Ancaq diqqət eləmədiklərinə görə, hikmətlərdən də biri odur ki, diqqət eləmədiklərinə görə, qafil olduqlarına görə sən ibadəti çoxaltdıqda onlardan seçilisən. Onlar Allahdan uzaqlaşdıqda sən Allaha yaxınlaşsan.